Vaxtınız xeyirli olsun. Bu gün mən sizlər üçün ədəbiyyat fənni üzrə deməli Dövlət İmtahan Mərkəzinin 2023-cü il test toplusundan Aldanmış Kəvakib povestinin povesti ilə bağlı testlərin izahını verəcəm. Beləliklə başlayaq. Elə birinci sualdan baxaq. Demək, Aldanmış Kəvakib povesti bilirsiniz ki, Mirzə Fətəli Axundzadəyə məxsus bir povesti və Azərbaycan ədəbiyyatında ilk povesti. Yəni Aldanmış Kəvakib əsəri ilə eyni zamanda, hansı ki 1857-ci ildə yazılıb, Aldanmış Kəvakib povesti ilə Axundov realist bədii nəslin əsasını qoyur. Yəni ədəbiyyatımızda ilk povest Aldanmış Kəvakib povesti. Başqa nə bilirik povestlə bağlı? Povestlər deməli nəsrlə olur, nəzmlə olmur. Bunu da yadda saxlayaq. Aldanmış Kəvakib povestinin ikinci adı nədir? Hekayəti Yusif Şah. Beləliklə başlayaq. Birinci suala baxaq. Deyir ki, fitnəkar ruhani obrazı kimdir? Əsərdə fitnəkar ruhani obrazı Axund Səməddir. Ona görə də birinci sualda cavabımız C olar. Təbii ki, bu ədəbiyyatda belə da məsələ. Ümumiyyətlə, bax, lap Azərbaycan dili olsun. Tutaq ki, isim bölməsinə aid test işləyirik. Əgər biz ismi bilmiriksə, halları, mənsubiyyət, nə bilim, tək və cəm olması, toplu isimlər, bəzi hecalı isimlərdə söz kökündə son saitin düşməsi falan filan. Yəni biz bunları bilmiriksə, mən deyək ki, qulaq asırsınız, dinləyirsiniz da. Amma mən deyim ki, birinci sualda cavab B-dir, burada belədir, burada belədir, cavab C-dir, buna görə cavab D-dir falan filan. Yəni mövzunu bilmirəmsə, təbii ki, özünü öldür, ay müəllim. Sənin o dedikləri mənim yadımda qalası deyil. Eləcə də ədəbiyyatda. Əsəri oxumamışamsa, əgər sən əsəri oxumamısansa, ola bilər ki, oxumusan, sadəcə çox diqqətsiz oxumusan. Amma ədəbiyyat belədir ki, gərək əsərləri diqqətlə oxuyasan. Sualları düzgün cavablandırmaq üçün gərək əsərlərin diqqətlə oxuyasan, əsərləri və hər incə məqamı diqqətində yayındırmayasan. Yəni, Aldanmış Kəvakib əsərini oxumamısansa, təbii ki, mən burada deyim ki, bax, burada cavab B-dir, burada cavab C-dir, burada belədir, burada belədir. Bu, yadda qalan bir şey deyil. Əsəri oxumusansa, bu başqa məsələ. Və ümumiyyətlə, əsəri oxumuşuqsa, zaten o testi işləmək bizim üçün çox asan, rahat olar. Təbii ki, səhvimiz olar, amma çox az miqdarda. Əgər əsəri diqqətlə oxumuşuqsa. Belə. İndi əsəri oxuyanlar bilir ki, Aldanmış Kəvakib əsərində fitnəkar ruhani obrazı Axund Səməddir. İkinci suala baxaq. Deyir ki, bu parçada Aldanmış Kəvakib əsərinin hansı obrazından söhbət gedir? Baxaq, zülmkarlığın alçaq əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi, nəvəsi ona varis oldu. Həmişə əsəri oxuyanda bir də məsləhət odur ki, dərsliklərdə əsər verilir, sonra onun təhlili verilir. İnanın ki, ən çox suallar təhlillə bağlı düşür. Təhlilin cümlələrini suala çevirib, variantlara çevirib test tərtib edirlər. Ona görə də həmişə abituriyentlərə deyirəm ki, bax, ev hazırlığında da olsun, kursda da, işlədiyim yerlərdə. Yəni, uşaqlara deyirəm ki, həmişə mütləq təhlil, yəni biz təhlili kənarda qoya bilmərik. Hətta bəzən elə olur ki, uşaqlara güvənmirəm ki, təhlil uşağa maraqsız gələr, oxumaz. Məcbur olub özüm oxuyuram və yaxud da uşağa deyirəm, möhkəm oxu, təhlil, mən də başlayıram onu incələyirəm ki, yəni qoy beyinlərində qalsın. Təhlil, bir də təhlil, əsərin təhlili oxumaq lazımdır. Çünki daha çox suallar təhlillə bağlı olur. Bax, indi bu cümlə var ha, zülmkarlığın alçaq əlaməti bu idi ki, falan filan. Bu təhlildir, əsərin təhlilinin bir cümləsidir. Əsərin içində bu yoxdur, təhlildəndir. Kim haqqındadır? Şah Abbas haqqındadır. Cavabımız olar A variantı. Üçüncü suala baxırıq. Deyir ki, Axundzadənin Aldanmış Kəvakib povestinin əsas ideyası. Bu əsərin əsas ideyası yenə də təhlildən götürülmüş bir cümlədir. D variantındadır. Mütləqiyyət üsul idarəsinin tənqidi. Bunu yadda saxlayaq ki, Aldanmış Kəvakib əsərinin ideyası mütləqiyyət üsul idarəsinin tənqidi. D variantı. Dördüncü suala baxaq. Aldanmış Kəvakib povestində əks qütblərdə dayanan obrazlar, yəni bir-birlə ziddiyyət təşkil edən, bir-birinin əksində olan obrazlar kimlərdir? Mirzə Möhsün, Mirzə Yahya deyə bilmərik. İkisi də mənfi obrazdır. Eləcə də Sərdar Zamanxan, Mirzə Sədrəddin deyə bilmərik. Yəni, bunlar da mənfi obrazlardır. Mirzə Sədrəddini biz, belə deyim, mənfi obraz deyəndə ki, yəni münəccim idi. Biz sadəcə onu harada görürük? Əsərin əvvəllərində ki, gəldi bir dilin bəlasına düşdü da, xəbər verdi ki, bəs belə Novruzdan 15 gün keçəndən sonra 2 ulduz toqquşacaq və beləcə bəla üz verəcək. İran şahını bəla gözləyir.
Hə, amma yəni belə qeyri-adi hərəkətləri o qədər də olmamışdı da. Deyək ki, Mirzə Möhsün kimi, Mirzə Yəhya kimi, nə bilim Sərdar Zamanxan kimi onun belə deyim də, elə çox onunla bağlı əhvalatlar verilməyibdi. Amma yenə də bu müsbət obraz sırasında verilə bilməz. Mənfi obrazlardır hər ikisi də. Şah Abbas, Axundsəməd mənfi obrazlardır. Şah Abbas, Yusif Sərrac, bəli, bir-birlə əks qütbdə dayanan obrazlar. Şah Abbas, biri də ki, Yusif Sərrac. Biri ölkəni ədalətlə, vicdanla idarə etməyə çalışır, digəri isə yəni ədalətsiz bir hökmdardır. Əks qütbdə dayanan bu ikisidir. Cavabımız 4-də olar, D variantı. 5-ci suala baxaq. Nəsə hər dəfə mən belə deyim, vaxt tapıb video izah eləmək istəyəndə həmişə xəstə olaram. Belə deyim də, üstünüzə canınıza sağlıq. Xəstə olaram deyəndə ki, yəni qrip yüngülvari. O dəqiqə səsimdən hiss olunar, üzrlü sayın. Deyirəm, deyəcəklər ki, nə oldu bu müəllim hər dəfə danışanda bu burnu tutulubdur. Üzrlü sayın, yəni qripəm. Hə, Axundzadənin Aldanmış Şəvakib əsərində islahatçı obraz. Kimdir Axundzadənin Aldanmış Şəvakib əsərində islahatçı obraz? Yəni islahatları aparan kim idi? Dövlətlə bağlı islahatlar təbii ki, Yusif Sərrac idi. Ona görə də 5-də cavab A variantıdır. Hələ ki, rahat suallardır. 6-cı suala baxırıq. Hakimiyyət başına gələn Yusif Sərrac hansı işləri həyata keçirir? Yəni, hansı islahatları görür, nələr eləyir? Şah Abbası həbs etdirir? Xeyr. Şah Abbası həbs etdirmir. Şah Abbas özü bilərəkdən Mövlana Cəmaləddinin məsləhəti ilə müəyyən bir müddət, belə deyək də, bir 15 günlük hakimiyyətdən uzaqlaşmışdı, gizlənmişdi. Yəni, müləzzimbaşı vəzifəsinə yaxın dostlarına birini qoyur. Xeyr, ümumiyyətlə müləzzimliyi ləğv edir. Ona görə 2 də deyil. 3. Hər vilayətə xüsusi baxıcılar nəzarətçilər göndərir. Düzdür. Bəli, bu var. Hər vilayətə xüsusi baxıcılar göndərir ki, onlar xalqın vəziyyətini öyrənib məlumat versinlər. Yeni vergi qanunu elan edir. Bu qanuna görə hakim təbəqə nümayəndələrindən də vergi alınır. Bəli, düzdür. Bu da var idi onun gördüyü işlər arasında. Hakimiyyətə gələndən sonra dağılmış yolları, körpüləri düzəltdirmək, karvansaralar tikdirmək, hər vilayətdə məktəblər, xəstəxanalar açdırmaq barədə sərəncam verir. Bu da doğrudur. O zaman demək ki, Yusif Sərracın gördüyü işlər hansındadır? 3, 4, 5-də. Cavabımız olar A variantı. 7-ci suala baxaq. Yenə də deyir, Yusif Sərracla bağlı deyir. Deyir, indi də deyir ki, həyata keçirdiyi islahatlar sırasında verilə bilməz. Yəni, 6-cı sualda həyata keçirdiyi islahatları istəyirdi bizdən. Nələr eləmişdi? Hakimiyyət başına gələndən sonra gördüyü işlər də, yəni belə deyək. Hə, 7-də də bunun tam tərsi deyir ki, gördüyü işlər sırasında verilə bilməz. Hə, hansı? Bayaq bax, məsələn, altda nəyi götürmədik? 1-i götürmədik, 2-ni götürmədik, düzdür? Demək ki, burada indi 1 müəccimbaşı vəzifəsinə yaxındır. Dedi, yaxı müəccimliyi ləğv elədi. Təbii ki, cavabın biri 1-dir. Şah Abbas dedi, yaxı özü getmiş, uzaqlaşmışdı hakimiyyətdən, onu həbs etdirmədi. Cavabın biri də 2-dir. Bir də 4-dür. 4-də nə deyir? Deyir ki, dini təhsili olmadığı üçün dinə qarşı mübarizə aparır və mollabaşı vəzifəsini ləğv edir. Yox. Demək, mollabaşı vəzifəsini falan ləğv eləmir. Bir də ki, dini təhsili olmadığı nədir? Adam dini təhsil alıb. Adam İsfahanda dini təhsil alıb. Yəni, yetərincə dini təhsil alıb, lazımınca dini təhsil alıb. Sadəcə o dinin adına istifadə edib cəmaatın başına oynasın, o fırıldaqçı ruhaniləri tənqid edirdi. Bu demək deyil ki, onun dini təhsili yoxdur. Dini təhsil almışdı. Ona görə də səhv cavabımız olur 1, 2, 4. 1, 2, 4 bu da olur D variantı. Davam edək. Sonra demək, neçə sualdaydıq bizə dəqiqə? Hə, 8-ci suala gedirik. Nə deyir? Deyir, Axundzadənin Aldanmış Şəvakib əsəri haqqında yanlış fikir müəyyən edin, deyir. Baxaq. Deyir ki, saray əyanlarının iç üzü özünü ifşa üsulü ilə açılır. Bəli, saray əyanları Mirzə Möhsün olsun, Mirzə Yəhya olsun, bəli, Sərdar Zamanxan olsun. Bunlar öz əməllərindən danışırlar. Bunlar elə gəlir ki, güya düzgün işlər görürlər. Əslində, burada deyək də, sanki Axundov tipi öz dili ilə ifşa edibdir. Yəni, danışığı ilə özü-özünü ifşa edir. Bu var. Mövzusu İran həyatından alınıb, düzdür. Əsas tənqid hədəfi Şah Abbas və onun üsul idarəsidir. Bəli, düzdür. Deyir ki, əsərin ideyası münəccimliyin tənqididir. Xeyr, əsərin ideyası, bax, bayaq 3-cü sualda dedik də D variantında. Əsərin ideyası mütləqiyyət üsul idarəsinin tənqididir. Ona görə də 8-ci sualda səhv cavabımız D variantı.
Sonra 9-cu sualda Aldanmış Şəvakif povestində Mollabaşı Axundsəmədin Mirzə Sədrəddinin edamda çalışmasının səbəbi nədir? Əsəri oxumuşuqsa, əsərdən aydındır ki, onun, yəni Mollabaşı Axundsəmədin Münəccimbaşı ilə, yəni Mirzə Sədrəddinlə köhnədən ədavəti var idi. Bax, ona görə də istəyirdi ki, onu aradan götürsünlər. Yəni, onun edamda çalışırdı. 9-da cavabımız olar B variantı. Çünki onunla ədavəti var idi. Axundsəmədin Mirzə Sədrəddinlə ədavəti var idi. 10-cu suala baxırıq. Deyir ki, Axundzadənin hansı obrazına aiddir? Baxaq görək. Bir tərəfdən kiçik məmurlara və qoşuna maaş verilməsinə əmr edir. İkinci tərəfdən vilayət hakimlərinə gizli məktub göndərib tapşırır ki, onun icazəsi olmadan heç kəsə məvacib verilməsin. Bu kimə aiddir? Müstəfi Mirzə Yəhyaya. Bəli, o deyirdi ki, o öyünürdü. İndi ki, düzgün işlər görür və danışırdı. Deyirdi ki, yəni mən tapşırıq vermişəm ki, bir tərəfdən ki, bəs maaşlar verilsin, belə deyək, amma digər tərəfdən də müəyyən vilayət nümayəndələrinə məktub göndərmişəm ki, mənim icazəm olmadan heç kəsə məvacib verilməsin. Beləcə deyil, biz xəzinəni doldurduq. Cəmaatın pulunu kəsməklə həmin ildə deyir heç ehtiyac da olmadı deyir. İranda deyir bolluq idi, yəni heç ehtiyac yox idi deyir o maaşa, həmin məvacibə. Yəni bu ifadələr hansı ki, bir tərəfdən əmr verir ki, maaş verilsin, digər tərəfdən də deyir ki, mənim icazəm olmadan heç kimə maaş verilməsin və vermir də. Həmin maaşla xəzinəni doldurmaq istəyir, yəni dövlətə aid xəzinəndə, belə deyək. Kimə aiddir? Müstəfi Mirzə Yəhyaya. Cavabımız olar o zaman E variantı. 11-ci sualda nə deyir? Deyir ki, Aldanmış Şəvakif əsərində Münəccimbaşı Mirzə Sədrəddin ulduzların toqquşması xəbərini alandan sonra Şah Abbas nə edir? Şah Abbas heç nə deyir, dəli olur, havalanır, yazıq. Yazıq günə qalsın. Deməli, deyir ki, tez tələsik taxtazdan əl çəkib Ərdəbilə qaçır. Yox, belə bir şey yoxdur. O əvvəlcə məsləhətləşir, adamların yanına çağırır. Neyniyir? Heç nə. Mirzə Möhsünü, Sərdar Zamanxanı, sonra Mirzə Yəhyanı, Axundsəmədin yanına çağırtırır ki, bəs bir tədbir görsünlər. Cavabımız o zaman nə olar? 11-ci sualda cavabımız olar B variantı. Halı pisləşir, pis hala düşür. Yəni, belə dəhşətə gəlir də. Yəni, cavan idi. Və adamlarını, saray məmurlarını, saray xadimlərini çağırtır. Yanındakı güayında onlardan məsləhət alır. Onlar da maşallah məsləhətlər verdilər. Dırnaq arası məsləhətlər. 12-ci suala baxaq. Axundzadənin Aldanmış Şəvakif əsərində Şah Abbas yenidən hakimiyyətə qayıtdıqdan sonra hansı hadisə baş verir? Daha nə baş verəsidir ki, heç nə, hər şey öz köhnə qaydası ilə, yəni Şah Abbasın vaxtında nətər idi? Nə deyirdi? Deyirdi ki, qala divarlarından insan şapkaları asılırdı. Həmin vəziyyət, yəni köhnə qərar ilə hər şey yerbəyer olur. Cavabımız olar 12-ci sualda C variantı. 13-ə baxırıq. Aldanmış Şəvakif əsərində hakimiyyətə Yusif Sərrazın gətirilməsini kim təklif edir? Bəzən testlərdə çaşdırmaq üçün verirlər ki, Mövlana Cəmaləddin, ki burada da belə də verib variantın birində. Bəzən uşaqlar səhvən bunu götürürlər, amma xeyr, əlbəttə ki, xeyr. Niyə? Çünki Mövlana Cəmaləddin gəlir, məsləhət görür ki, bir nəfər ölümə layiq biri hakimiyyətə gəlsin, müvəqqəti olaraq. Sən hakimiyyətdən uzaqlaş, qoy o bəla onun başında çatlasın. Amma məhz Yusif Sərracı gətirmək ki, bəla onun başında çatlasın. Bu, Mollabaşı Axundsəmədin işi idi. Yəni, Mövlana Cəmaləddinin deyil, Mollabaşı Axundsəmədin işi idi. Niyə? Durub desək ki, köhnədən ədavəti var idi. Yox, o Mirzə Sədrəddinlə bağlı idi köhnədən ədavət. Amma niyə məhz Yusif Sərraz, niyə Axundsəməd məhz Yusif Sərracı məsləhət görür? Əsəri oxumuşuqsa bilirik ki, Yusif Sərrac belə açıq sözlü insan idi. Heç kəs açıq sözlü insanları bəyənməz. Bu həmişə belə olub, indi də belədir, bilirik ki. Və sözün düzünü danışan adamın çoxları bəyənməz. Çoxları bəyənməz, təəssüflər olsun ki, nədə o sözün düzünü deyir. Və bu da elə adam idi. Bu da o cəmaatı ayıldırdı da ki, yəni bu fırıldaqçı ruhanilərə inanmayın falan filan. Bu da sərf eləmir də Axundsəməd kimlərini. Ona görə də düşünürdü ki, ölümə layiq adam odur. Bunun işte cavabımız nə olar? B variantı. Deməli, kim məsləhət görmüş? Mollabaşı Axundsəməd. 14-cü suala baxıraq. Mirzə Sədrəddini şahın qəzəbindən qurtarmaq üçün bu sözləri kim deyir? Mən sağır və yazıq bəndə xahiş edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə onun ölümündən keçəsiniz. Burada saqqalımın ağ tükü hörmətinə, bunu yadda saxlayaq. Bu ifadəni işlədən kimdir? Sərdar
Zamanxan, Sərdar Zamanxan demək, o xahiş edir ki, Mirzə Sədrəddin öldürülməsin. Çünki deyir ki, qoy o özü, yəni deyibsə, qoy özü də çarəsini tapsın, bizə desin. Yəni, ona görə də kim oldu bu? Sərdar Zamanxan. Saqqalımın ağ tükünə bu ifadəni görəndə bilir ki, Sərdar Zamanxanla burada söhbət gedir. 15. Aldamış Havaki povestində bu sözləri Şah Abbasa kim deyir? Novruzdan 15 gün keçənədək gərək Qibləyə aləm şahlıqdan əl çəkə və taxtı tacı bir günahkar və ölümə layiq bir nəfərə təslim edə. Bunu kim deyir? İşte davamlı oxumağa dəymir. Kim idi Şah Abbasa məsləhətlər görən, tövsiyə verən ki, bəs gərək bir nəfər ölümə layiq insan, sən uzaqlaş hakimiyyətdən, taxt tacı ona ver, müvəqqəti olaraq. Kim idi? Mövlanə Cəmaləddin. Mövlanə Cəmaləddin. O zaman 15-də cavabımız olar E variantı. Sonra 16. Aldamış Havaki əsərində Şah Abbasın Münəccimbaşını öldürmək hökmünü kimin xahiş ilə götürülür? Sərdar Zamanxanın. Biz bayaq 14-cü sualda gördük ya. Sərdar Zamanxan deyir ki, mən sağır və yazıq bəndə xahiş edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə onun ölümündən keçəsiniz. Deməli, Mirzə Sədrəddinin ölümdən xilas olması üçün xahiş eləyən kim oldu? Deməli, yəni Münəccimbaşını, Mirzə Sədrəddini öldürmək hökmünü ləğv olunmasını Şah Abbasdan kim xahiş elədi? Sərdar Zamanxan. Hansı ifadəsi ilə? 14-də verilmiş nitqi ilə mən sağır və yazıq bəndə xahiş edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə onun ölümündən keçəsiniz. 16-da cavabımız olar B variantı. 17-ci suala baxaq. Aldamış Havaki əsərində kimin təklifindən sonra Şah Abbas ölüm qorxusundan xilas olur? Mövlanə Cəmaləddin. Mövlanə Cəmaləddin gəlir, bayaq o 15-ci suala baxın, orada, yəni onu Mövlanə Cəmaləddin deyib axı, Novruzdan 15 gün keçənədək gərək Qibləyə aləm şahlıqdan əl çəkə və taxtı tacı bir günahkar və ölümə layiq bir nəfərə təslim edə, özü xalqın gözündən gizlənə, belə olduqda ulduzların təsiri haman günahkarın başında çatlayacaq, haman günahkarın başında çatlayacaq, çünki o vaxt İran padşahı odur. Bunu deyir, belə bir məsləhəti görür ki, sən hakimiyyətdən get, yerinə başqası gəlsin ölümə layiq. Həmin o ulduzların toqquşması məsələsində həmin o müvəqqəti hakimiyyətdə olanın başında çatlasın. Beləcə sən bu bəladan qurtarmış olacaqsan. Mövlanə Cəmaləddin bu sözləri deyir və Şah Abbas belə deyim də həmin bu qorxudan bir növ xilas olmuş olur. Demək ki, 17-də cavabımız olar E variantı. 18-ci suala baxaq. Deyir ki, Axundovun Aldamış Havaki povestində götürülmüş aşağıdakı parçada kimin haqqında danışılır? Gənclik yaşlarına çatandan sonra təhsil almaq üçün İsfahana gedir. Ruhanilərin bir çox işlərdə qəlblik nə deməkdir? Saxtakarlıq, saxtalığını müşahidə etdiyindən o bu sinfə nifrət bəsləyərək istəmədi ki, özünü onların zümrəsinə daxil etsin. Adam dini təhsil alıb İsfahanda sadəcə o ruhanilərin ki, bu saxta işlərini görüb, ondan sonra düşünübdü ki, yox, mən yəni belə deyim də ruhanilik etməyəcəm. Ona görə də onlara bir nifrəti olubdu. Amma bayaqki sualda da biz dedik, bundan öncə hansı sualdaydı? 7-ci sualın 4-ündə deyir ki, dini təhsili yoxdur. Yox, dini təhsili var. Sadəcə ruhanilərin közünü görmüşdü, saxtakarlığını görmüşdü, deyə nifrət edirdi onlara. Aha, kimdən söhbət gedir? Kimdə o gənclik yaşlarında İsfahana gedib təhsilini artıran? Təbii ki, Yusif Sərrac. 18-də cavabımız olar C variantı. Davam edək. 19-cu suala baxaq. Aldamış Havaki povestində Yusif Sərrac özünü hökmdar taxtına əyləşdirməsinin sirrini kimdən öyrənir? Xacə Mübarəkdən öyrənir. Niyə məhz Xacə Mübarək? Xacə Mübarək həmişə şahın sarayında onun qapısının ağzında dayanardı, orada qulaq asardı. Yəni gəlib gedənlər, o içəri girənlər, danışanlar, onun hamısını o eşidərdi. Çünki o qapının ağzında dayanar. Onun içi oydu, o qapının ağzında dayanardı və orada eşidərdi istər-istəməz. Ona görə də məhz Xacə Mübarəkdən xəbər alır bütün bu məlumatları ki, necə oldu ki, bunu belə deyim də birdən-birə belə qərara gəldilər ki, bu şah olsun. Xacə Mübarək də divdə dəhrədə bir dənə söz qoymur, hamısının olduğu kimi Yusif Sərraca danışır, sağ olsun. 20-ci sual. Aldamış Havaki povestində Mirzə Sədrəddinin boynu vurulmasını Şah Abbasdan xahiş edən dırnaqarası qəlbi yumşaq adam kimdir? Dırnaqarası qəlbi yumşaq adam. Kim imiş bu? Sərdar Zamanxan. Yəni, dedi axı, o Mirzə Sədrəddini boynu vurdurmaq istəyirdi. O da ona xahiş elədi ki, mən sağır və yazıq bəndən xahiş edirəm ki, mənim saqqalımın ağ tükün hörmətinə onun ölümündən keçəsiniz. Demək ki, Mirzə Sədrəddin sağ qalmağını kimə borçlu idi? Belə deyək, Sərdar Zamanxana. 20-ci sualda cavab C variantı.
21-ə baxaq. Aldanmış Kəvakib əsərində götürülmüş deməli aşağıdakı parçada bu sözləri Yusif Sərrac kim deyir? Qəzanın təqdirindən usta Yusif, bu gün sən bizim padşahımızsan. Bunu Mollabaşı Axundsəməd deyir. Yığılıb gəlirlər onun dükanının qabağına həmin o saray xadimləri və ilk dəfə Yusifə bizim padşahımız sənsən fikrini çatdıran Mollabaşı Axundsəməd idi. 21-də cavabımız olar E variantı. 22-yə baxaq. Deməli, deyir ki, hansı obrazın adı yazılsın? Çox heyrətə düşdü. Heç bilmədi ki, bu nə əhvalatdır. Onun qabağında tamam dövlət qulluqçuları durmuşlar. Bu sözləri ona İranda mətin bir şəxs hesab olunan Mollabaşı deyirdi. Yusif Sərrac o dükanın yanına gəldilər, dükanın qarşısına gəldilər və o da ona qayıtdı, dedi ki, Qəzanın təqdirindən usta Yusif, bu gün sən bizim padşahımızsan. İranın səltənət taxtında bu saatda Şah Abbasın yeri boşdur. Bizləri şərəf raz edib, deməli, xoşbəxt eyləyin. Şah sarayına buyurun ki, şahın taxta çıxması vaqe olsun. Hə. Bunu kim deyir? Bunu Mollabaşı Axundsəməd ona deyir. Yusif Sərrac da belə quruyub qalır ki, hətta orada deyir, tiryaş qəbul eləmisiniz, deyir, siz nə danışırsınız, mən hara, yəni hökmdar hara, siz nə danışırsınız? O da deyir ki, hə, yəni yuxuzat görmürsən, belə deyək də, yəni həqiqətən də belədir, sənsən bizim hökmdarımız bu gündən etibarən. Demək ki, heyrətə düşən kim idi? Yusif Sərrac. Niyə heyrətə düşmüşdü? Çünki ona qəfil cəhv deyirlər ki, bəs sən bu gündən bizim hökmdarımızsan. Heyrətlənməsin, neynəsin? 23-cü suala baxaq. Deyir ki, Yusif Sərracın məğlubiyyətinin səbəbi nədir? Məğlubiyyətinin səbəbi nədir? Məğlubiyyətinin səbəbi odur ki, insanlar, cəmiyyət, yəni həmin vaxt o ölkədəki insanlar, belə deyim də, bunun gördüyü işləri, bunun apardığı islahatları, hansı islahatlar, ədalətli islahatları onlar qəbul edə bilmirdilər, onlar dərk edə bilmirdilər. O qədər zülm görmüşlər ki, Şah Abbasdan. Onlar elə bildilər ki, belə də olmalıdır. Yusif Sərrac gəlib bir tam mənada dəyişiklik eləyəndə, ölkədə belə deyim də, haqq ədaləti bərqərar edəndə çoxları, o avam kütlə, çoxları bunu dərk eləmədilər. Biri dedi ki, səydir, biri dedi ki, yox, səriştəsi yoxdur, idarə eləyə bilmir, belə. Yəni problem nə idi? Problem o idi ki, zülmə öyrənmiş xalq Yusif Sərracın islahatlarını dərk etməyə hazır deyildi. Onlar elə başa düşürlər ki, hökmdarsansa mütləq qəddar olmalısan, mütləq insan şapkası asılmalıdır qala divarlarından. Cavab C variantı deyilmişdi. 24-cü suala baxaq. Aldanmış Kəvakib deməli povestində saray adamları nə üçün məhz Yusif Sərraca hakimiyyət başına gətirmişdilər? Nə üçün? Ona görə ki, onlar bu yolla həm Şah Abbasın ulduzlardan gətirəcəyi fəlakətdən, həm də dövləti təhlükəli bir adamdan qorumaqlarını düşünürdülər. Axı Mövlana Cəmaləddin məsləhət görmüşdü ki, ölümə layiq biri. İndi onlar da düşünürlər ki, Yusif Sərrac ölümə layiq biridir. Beləcə Yusif Sərrac hakimiyyətə gəlsə və bu fəlakət Yusif Sərracın başında çatdasa, beləcə ölkə, bir növ insanlar, bir bədxah insandan canlarını qurtarmış olarlar. Yəni təhlükəli bir insandan özlərini qurtarmış olarlar. Eyni zamanda da Şah Abbasın başından bu bəlanı uzaqlaşdırmış olarlar, onu bu fəlakətdən uzaqlaşdırmış olarlar. Yəni məqsəd bu idi, onu hakimiyyətə gətirməkdə məqsəd bu idi. E variantı da cavabımız təbii ki, bu dediyimiz fikirlər E variantında öz əksini tapır. 25-ci sual. Aldanmış Kəvakib povestində Vəzir Mirzə Möhsünü, Müstəfi Mirzə Yəhyanı, Sərdar Zaman xanı danışdırmaqda Axundzadənin məqsədi nə idi? Tipi öz dili ilə ifşa etmək. Yəni özünü ifşa yolu ilə Şah Abbasın dövlət aparatının gülüslüyünü göstərmək. Yəni görün dövlət kimin əlindədir, idarə etmək kimin əlindədir. Yəni bunları açıq göstərmək istəyirdi və amma öz dilləri ilə özlərini ifşa etmə üsulu ilə. 25-də cavabımız olur B variantı. 26. Aldanmış Kəvakib povestlə bağlı doğru fikir tapa deyil, münəccimlik təbliğ olunur əksinə. Münəccimlik ümumiyyətlə ləğv elədi. Yəni ki, belə şeylərə inanmaq düzgün deyil. Münəccimliyi təbliğ eləmək nədir? Onu ləğv eləmişdi. Əsərdə qadın obrazına da yer verilmişdir, obrazlarına da yer verilmişdir. Bəli, belə deyim də, aktiv iştirakçılar olmasalar da əsərdə, amma ən azından adları çəkilir. Misal üçün, Yusif Sərracın xanımı, sonra Şah Abbas deyir, eyvanda oturmuşdu öz həyat yoldaşı ilə. Yəni, var, qadın obrazları var. Demək ki, iki düzdür. Vətənin, ölkənin taleyi Şah Abbasın diqqət mərkəzində durur. Əsla heç vezinə deyil, Şah Abbasın diqqət mərkəzində deyil.
Sonra Mollabaşı Axundsəməd povestinin satirik surətidir. Bəli, satirikdir. Axundsəməd olsun, sonra lap olsun Mirzə Yəhya, Müstəfi, sonra nə bilim Mirzə Möhsün. Təbii ki, onlar hamısı gülüş hədəfidirlər. Humoristik yox, satirik. Çünki kəskin gülüşlə, öldürücü, ifşayıcı gülüşlə biz bu əsəri oxuyanda bu obrazları gülürük və qınayırıq. Şiddətlə qınayırıq belə insanların əməllərini. Yusif Sərrac xalqın arzu və ideallarının ifadəçisidir, bəli. Yusif Sərrac xalqın arzu və ideallarının ifadəçisidir. Amma belə deyim, hər bir xalqın nümayəndəsi istəyər ki, Yusif Sərrac kimi hökmdarı olsun, padşahı olsun, nə bilim, müasir dövrdə desək, prezidenti olsun. Amma Yusif Sərracın hakimiyyətdə olduğu vaxtda oradakı xalq Yusif Sərracı qəbul edə bilmədilər. Yəni o islahatları onlar dərk edə bilmədilər. Təəssüflər olsun ki, ona görə də onu hakimiyyətdən uzaqlaşdırdılar. Demək ki, 26-da nə istəyir bizdən doğruları istəyir. Doğru cavabımız olur 2, 4, 5 A variantı. 27-ci suala baxaq. Aldamış Çavaşı povestlə bağlı səhv istəyir. Dil ədəbiyyatımızda maarifçilik ideyalarını əks etdirən ilk əsərdir. Xeyr, maarifçilik ideyalarını əks etdirən əsərlər 19-cu əsrdə Abbasqulu Bakıxanovla bağlıdır. Sonra nə bilim İsmail bəy Qutqaşınlı ilə bağlıdır. Daha çox İsmail bəy Qutqaşınlı ilə. Ona görə də bir səhvdir. Yəni bu əsər yox. Sonra mövzusu İskəndər bəy Münşinin Tarix Əl-Əmrəy Abbas əsərinə götürülmüşdür. Düzdür. Mövzusu İskəndər bəy Münşinin Tarix Əl-Əmrəy Abbasi, Dünyanı Bəzəyən Abbasın tarixi əsərinə götürülür. Bu doğru fikirdir. Sərdar Zamanxan, Axundsəməd, Mirzə Möhsün, Müstəfi, Mirzə Yəhya kimi obrazların tənqidini öz ifşa üsuluna istifadə edilib. Bəli, onlar öz nitqləri ilə özlərini ifşa edirlər. Düzdür. Cəhalət və fırıldaqçılıq əsas gülüş hədəfinə çevrilmişdir. Xeyr. Bu əsərin belə deyim də, bu əsərdə deyil o cəhalət və fırıldaqçılıq gülüş hədəfinə çevrilmişdir. Bu əsərlə bağlı deyil. Təbii ki, 4 də səhvdir. Xalq Yusif Şahın ədalətsiz islahatlarını bəyənmir və üsyan qaldırır. Bu niyə səhv fikirdir? Biz bayaq da dedik də, bax, xalq Yusif Şahın ədalətsiz islahatlar deyil. Onun islahatları ədalətli islahatlardır. Birinci bundan başlayaq. Sadəcə xalq dərk eləmir də, yəni xalq o islahatları dərk eləmir. Dərk eləmir, bax ona görə də onu hakimiyyətdən uzaqlaşdırdılar. Səhvimiz nə oldu burada? Səhv cavablarımız 1, 4, 5. Yəni cavabımız olar E variantı. E variantı. Hə. Sonra davam edək. Davam edək. İndi 28-ci suala baxaq. Bax, 27-ci sualda o var, 4-də ki, deyirik, cəhalət və fırıldaqçılıq əsas gülüş hədəfinə çevrilmişdir. Bilirsiniz, o hansı əsərlə bağlıdır? Cəhalət və fırıldaqçılıq əsas gülüş hədəfinə çevrilmişdir. Hekayət Molla İbrahim Xəlil kimyager. Yəni, onun birinci komediyası ilə bağlıdır. Yəni, bu əsərlə bağlı deyil. Bu belə. Sonra 28-ci suala baxaq. Aldamış Çavaki povestindəki Yusif Sərrac surəti ilə bağlı bizdən səhv istəyir. Deyir ki, hökmdar kimi ilk tədbiri Axundsəməd, Sərdar Zamanxan, Vəzir Mirzə Möhsün, Müstəfi Mirzə Yəhya, Münəccimbaşı Mirzə Sədəddin və Mövlana Cəmaləddini zindana saldırmaqdan ibarət olur. Hə, hakimiyyətə gələn kimi, hansı ki, Hacı Mübarəyə çağırır, dərinliklə öyrənir, nədir, nə məsələdir, niyə bunu hakimiyyətə gətiriblər falan filan. Sonra onun elə ilk işi, uzaq görəndir da, ağıllı adamdır. Bilir ki, onlar, belə deyim, ortaqlarda gəlsələr və yaxud da sarayda qalsalar, buna qarşı nəsə bir plan hazırlaya bilərlər. Ona görə də ilk işi onları Ərk qalasında zindana saldırmaq olur. Bu düzdür. Ruhani təhsili almışdı. Bəli, dedik, İsfahanda təhsil almışdı. Şahlıq taxtına əyləşdirilməsinin sirrini sarayda Hacı Mübarəkdən öyrənir. Düzdür. Şahlıq taxtında əyləşən gün özü haqqında ailəsinə xəbər çatdırarkən uşaqlarına bir neçə qiymətli hədiyyə də göndərir. Bəli, uşaqlarına hədiyyələr göndərir. Sonra demək, Edə deyir ki, münəccimbaşlıq vəzifəsini yaxın dostlarından birinə təyin edir. Ümumiyyətlə, münəccimliyi ləğv elədi. Ona görə də düzdür, müəyyən vəzifələri yaxın dostlarına həvalə eləmişdi. Amma, misal üçün, vəzirliyi, müstəfiliyi, yəni, hamısını da əksəriyyətini. Amma münəccimliyi ləğv eləmişdi. Münəccimbaşlıq vəzifəsi hardan qalsın ki, əgər münəccimliyi ləğv edibsə. E variantıdır səhvimiz. Münəccimliyi ləğv eləmişdi. Ona görə də olmayan bir şeyin vəzifəsini kimsə təyin edə bilməz. 29. Aldamış Çavaki povestindəki Yusif Sərracla bağlı səhvi tapaq. Deyir, mütərəqqi ideallara
uyğun yaradılmış islahatçı obrazdır. Bəli, düzdür. Hakimiyyətə gəldikdən sonra dostlarına birinin münəccimbaşı, yenə münəccimbaşı da dedik də, bunlar da ki, eyni tipdə suallar salırlar. Dedik, axı, münəccimlik ləğv olunmuşdur. Ona görə də bu münəccimbaşı vəzifəsi aid dostlarına bir təyin oldu. Nə bilim, nə bunlar undaq geçsin. Hakim təbəqənin nümayəndələrini də vergiyə cəlb edir. Bəli, hər kəs vergi qarşısında bərabərdir deyir, bərabər hüquqludur. Yəni, hər kəs vergi ödəməlidir. Yəni, ona görə də yuxarı təbəqənin nümayəndələri də təbii ki, vergiyə cəlb olunur. Hərçənd Şah Abbasın vaxtında belə deyildi, haqsızlıq idi. Hadisələrin gərginliyini görür və taxt-tacı öz əli ilə Şah Abbasa təhvil verir. Yox, onu belə deyim də, üsyan olur, üsyan qaldırırlar. Heç o da hara itirsə yoxa çıxır, bilinmir. Yəni, və özü könüllü olaraq yəni, hakimiyyətdən uzaqlaşmır. Sonra aldığı təhsilə uyğun fəaliyyət göstərir. Aldığı təhsilə uyğun fəaliyyət göstərsəydi gərək ruhani olardı. Yox. O sonra gedir Həmədanda sərrazlığı öyrənir və belə deyim də dükanda işləyir sərraz olaraq. Ona görə də aldığı təhsil ruhanilik idi, amma adam ruhanilik etmədi. Niyə? Çünki onların o qəlbliyini, saxtakarlığını gördü. Bax buna görə. 29-da cavabımız olar. 2, 4, 5 səhvlər istəyirdi bizdən. Cavabımız olacaq A variantı. 30-cu suala baxaq. Adamı Kavakib povestində Sərdar Zamanxanın bir sərkərdə kimi şücaətindən, görürsünüz, dırnaqarası şücaət, yəni bir kinayədir, nə şücaət daşıbdır, hə. Deyir ki, Sərdar Zamanxanın bir sərkərdə kimi şücaətindən xəbər verən hadisələr. Yəni, görək Sərdar Zamanxan danışanda, onlar bir-bir danışırlar. Misal üçün, deyək ki, birinci Mirzə Möhsün danışır, sonra Sərdar Zamanxan danışır, sonra Müstəfi Mirzə Yəhya danışır, sonra nə bilim, ən axırda Axund Səməd danışır. Yəni, bunlar özlərini öyürlər. Mən belə deyim də, işimin başında bunu elədim, amma təəssüflər olsun ki, ulduzlarla bağlı bir köməklik göstərə bilmərəm, bir tədbir tökə bilmərəm, bir məsləhət verə bilmərəm. Bu məsələdə acizəm deyib kənara çəkilirdilər. Hə, indi gəlin görək bu Sərdar Zamanxan nələr eləyibdi? Yəni bu dırnaqarası bunun bu şücaəti nədən ibarətdir? Bu hansı işləri görmüşdü? Baxaq görək. Seçək, görək hansı şücaətindən danışır. Yolları və körpüləri dağıtmaq, bunun şücaətinin biri buydu. Sonra deyir, əhalinin şiəlik məsələsi Axund Səmədlə bağlı idi. Axund Səməd o sünni şiə məsələsinə toxunan o idi. Sonra cəmaatdan malqaranı yığmaq və əkin yerlərini xarab etmək, bəli, bu da düzdür. Yəni, bunun bu dırnaqarası şücaətinə daxildir. Münəccimbaşılardan intiqam almaq, yox, belə bir şey yoxdur. Münəccimbaşından intiqam almaq Axund Səmədin fikri idi, planı idi. Köhnədən ədavəti var idi ona görə. Yusif Şaha qarşı qiyama başçılıq etmək, yox, o Əş qalasındaydı, o qiyama başçılıq edə bilməzdi. Bunlar axı Əş qalasına salınmışdılar. Yəni, o qiyam olanda bunlar orada yox idilar. Və ona görə də cavabımız olur, bunun gördüyü dırnaqarası şücaətləri nədən ibarət idi? Yolları verilənlər içərisində, yolları, körpüləri dağıtmaq, cəmaatdan malqaranı yığmaq və əkin yerlərini xarab etmək. 30-da cavabımız olur D variantı. 31-ə baxaq. Aldamış Kavakib povestində ruhanilərin özbaşınalığının qarşısını almaq üçün Yusif Şahın gördüyü əsas tədbirlər. Ruhanilərin özbaşınalığının qarşısını almaqda ödür, görək nələr elədi. Şiəliklə bağlı xüsusi dini mərasimlərin aradan götürülməsi, qətiyyən belə bir şey yoxdur. Füqaranın bəzisinin dini vergilərdən faydalı, bəzisinin məhrum qalmaması üçün dini vergiləri bütünlüklə yox. Xüms və nə idi Allah? Xüms və müəmmalı idi, nəsə belə bir vergi var idi, müəmmalı, onu ləğv eləmişdi. Yoxsa ki, bütün dini vergiləri ləğv eləməmişdi. Ona görə içini götürməyək. Mollabaşı vəzifəsinə inanılmış adamın qoyulması və Mollabaşıdan icazəsiz hər hansı bir şəxsin özünü ruhani elan etməsinə imkan verilməməsi, bəli, tapşırıqların içərisində bu var idi, düzdür, gördüyü işlər içərisində. Ruhanilərə dolanışıqlarına yetəcək miqdarda maaş təyin edilməsi, bəli, niyə? Onlar özlərini dövlətdən asılı vəziyyətdə hiss eləsinlər deyə ruhanilərə onların dolanışıqlarına yetəcək qədər maaş verilsin, ondan artıq verilməsin tapşırığını da vermişdi. Məhkəmə işlərinin ruhanilərdən alınıb mənsəb sahiblərinə verilməsi, bəli, bu da var idi ki, məhkəmə işlərini ruhanilər idarə edirlər, ona görə də ədalətsiz qərarlar verirlər. Məhkəmə işlərini ruhanilərdən aldı və elə mənsəb sahiblərinə həvalə etdi. Bu işlər var idi ruhanilərlə bağlı. Hansılar oldu? 31-də 3, 4, 5. 3, 4, 5 deyiriksə, bu da cavabımız olur A variantı.
32-ci suala baxaq. Aldanmış Kəvakib povestində Vəzir Mirzə Möhsünün dilindən xatırlanan və onun dövlət qarşısında dırnaqarası xidmətlərini göstərən məqamlar. İndi Vəzir Mirzə Möhsün görək bu nə edibdi? Şahın qədəm qoyduğu hər bir yerdə hökmdarın ayağı altında qiymətli parçalar salınmasını və ona pul bağışlanması, bəli, Mirzə Möhsün onu deyirdi. Deyir ki, şah kimin evinə getsə onun ayağının altında qiymətli parça salsınlar, ona pul hədiyyə eləsinlər. Nədir, beləcə xəzinəni doldurmaq üçün ha. Dövlət məmurları və hərbçilərin maaşını aylarla gecikdirmək bu yox, bunun qohumu Mirzə Yəhyanın işi idi. Bu arada Mirzə Yəhya Mirzə Möhsünün qohumuydu. Hə, sonra vəzifəli şəxslərin bəxşişi olaraq padşahın xəzinəsinə pul ödəməsi, bəli, bu da dedik də, bayaq həm deyirdi ki, padşah kimin evinə getsə, Şah Abbas kimin evinə getsə, onun ayağının altına bağlı parçalar sərir, eyni zamanda da pul bəxşiş eləyir. Yəni bir növ bəli, Mirzə Möhsünün dırnaqarası xidmətlərinə daxildir. O ki, qaldı 4-ə, cəmaatdan malqaranı yığıb əkin yerlərini xarab etmək, bu Sərdar Zamanxana aiddir. Hərb naziri, belə deyək də. Sünni məzhəbinə mənsəb olanların təqib olunması isə Axundsəmədə aiddir. Axundsəməd də istəyirdi ki, sünnilik olmasın, yəni sünnilərdə şiəliyi qəbul eləsinlər. Deyirdi ki, az qalıb, 3-4 dənə deyir, sünni qalıbdır. Belə, cavabımız olur B variantı, yəni 1-3. 33-ə baxaq. Aldanmış Kəvakib əsərinin məzmunu ilə bağlı doğru fikir tapaq. Deyir, Vəzir Mirzə Möhsün, Sərdar Zamanxan, Müstəfi Mirzə Yəhya, Mollabaşı Axundsəməd təhlükənin sovuşması üçün şaha faydalı məsləhətlər verirlər. Xeyr, heç bir faydalı məsləhət vermirlər. Öz dırnaqarası şücaətləri ilə öyünürlər. Mən bunu elədim, mən bunu elədim, mən ölkə üçün bunu elədim. Amma təəssüflər olsun ki, bu işdə acizəm. Ulduzların toqquşmasına bağlı deyil, heç nə deyə bilmərəm. Hər biri beləcə vəziyyətdən kənara çəkilirdilər, yəni yayınırdılar. Heç bir məsləhət vermədilər, faydalı məsləhət. Şah Abbas ulduzların toqquşacağı xəbərini çox təmkinlə qarşılayır. Nə təmkinlə qarşılamağız qalır, özündən gedirdi. Yəni çox qorxmuşdu. Təbii ki də kim olsa qınamayaq. Yusif Şah mükəmməl dini təhsil almalıdır. Bəli, dediyimiz kimi mükəmməl dini təhsil aldı. Sadəcə qəlbliyi, saxtalığı gördü ruhanilərdə. Ona görə də o zümrəyə nifrət elədi və dedi ki, mən ruhani olmayacağam. Doğru cavabımız olar C. D-də nə deyir? Mövlana Cəmaləddin təklif edir ki, Yusif Sərrac Şahyalı. Xeyr, o Mövlana Cəmaləddinin təklifi deyil, o Axundsəmədin təklifidir. Qiyam nəticəsində Şah Abbas öldürülür. Xeyr, Şah Abbas öldürülmür, yenidən hakimiyyətə qayıdır. 33-də cavabımız oldu C variantı. 34-də baxaq. Aldanmış Kəvakib əsərinin yenə də məzmunla bağlı doğrusu deyir. Deyir, Şah Abbas ulduzların toqquşacağı xəbərini həyəcansız qarşılayır. Həyəcansız qarşılamıyor. Biz bayaq da dedik, az qala özündən getmişdi. Sonra müəllif Yusif Sərrac sürətini yaratmaqla dövlətin idarə olunması barədəki mütərəqqi ideyaları əks etdirmişdir. Bəli, yəni dövlət necə idarə olunmalıdır xalqa çatdırmaq üçün Axundov Yusif Sərrac obrazı vasitəsilə yəni bunu diqqət mərkəzinə çatdırmışdır. Ona görə 34-də doğru cavabımız B variantıdır. Digərlərinə baxaq. Vəzir Mirzə Möhsün, Sərdar Zamanxan, Müstəfi Mirzə Yəhya, Mollabaşı Axundsəməd təhlükənin sovuşması üçün şaha fayda. Bayaq da dediyi heç bir faydalı məsləhət verməyiblər şaha. Hərəsi yaxasını kənara çəkdi. Mollabaşı Axundsəmədin məsləhətinə Yusif Sərraca qarşı qiyam hazırlanır. Mollabaşı Axundsəmədin məsləhəti deyil. Axundsəməd Əş qalasında ürəyə partladı, öldü. O biləndə ki, onun yerinə başqası gəlibdi. Axı belə deyək də Yusif Sərrac hakimiyyətə gələndən sonra o həmin o vəzirlik, sonra müstəfilik, maliyyə işləri də bunların hərəsini öz dostlarına həvalə elədi. Məsələn, Axundsəmədin yerinə kim gəldi? Molla Ramazan. Sərdar Zamanxanın yerinə Qurban bəyi təyin elədi dostlarından. Vəzir Mirzə Möhsünün yerinə Mirzə Cəlili təyin elədi. Sonra Müstəfi Mirzə Yəhyanın yerinə Mirzə Zəkin təyin elədi. Axundsəmədin yerinə Molla Ramazan gələndə Əş qalasında Axundsəmədin ürəyi partladı, paxıllığından öldü. Yəni, ona görə də məsələn, səhər testlərdə düşsə ki, Əş qalasına sallananların hamısı qiyamdan sonra, üsyandan sonra çıxdılar. Yox, Axundsəməd yəni öldü. Əş qalasındakı ürəyi partladı, öldü. Və neçənci suala baxırdıq? 35-ə baxırdıq. Deyir ki, bir dəqiqə, yox, 34-də idik, hə. C-ni dedik, nəysə, dedik ki, D-ni də dedik, deyir ki, qiyama hazırlaşır, güya Axundsəməd öldü axı, hardan qiyama hazırlaşsın?
qiyam hazırlansın Sərraca qarşı. Yəni Axund Səmədin məsləhəti hardaydı? Axund Səməd ölüb getmişdi onda. Qiyamdan sonra dostları Yusif Sərracı yaralı halda tap gizli bir mənzilə apardılar. Heç belə bir şey yoxdur. Dostları qaçırlar o ərəfədə. Amma Yusif Sərrac da ki tapılmır. Hətta deyir o ölənlərin arasında da onu tapa bilmədilər. 35-ci sual. Deməli 34-də cavabımız nə oldu? B variantı. 35-ə baxaq. Aldanmış Kəvakib əsərində vəzifədən çıxarılmış hökumət məmurları nəyə arxain olduqdan sonra üsyan xəyalına düşürlər? Nəyə arxain olurlar? Deməli, görürlər ki, gizlin baxırlar ki, belə danışır da insanlar ki, bu nədir, bu necə hökmdardır, bəlkə də bunun səriştəsi yoxdur. Biri deyir, yox, nəsə bu qədər də olmaz da, yəni bu heç də eləmir, nəsə düzgün idarə eləmir da, heç kim nə oldu, indi heç kimin səhvi yoxdur, heç kimi cəzalandırmır. Dediyim kimi, qala divarlarından insan şaqqası asılmır. Bunu görürlər ki, xalq dərk eləmir bunun islahatlarını və ona görə də fürsəti əldən buraxmayıb, onları qızışdırırlar, bir növ üsyan edirlər. Demək ki, xalq sanki rəhimli padşahın hakimiyyəti altında yaşamağı özünə dərd bilir və bunu da o işdən azad olunan məmurlar görürlər və beləcə cəmaatı qızışdırırlar, beləcə qiyam olur. 35-də cavabımız oldu. E variantı. Davam edək. 36-cı suala baxaq. Aldanmış Kəvakib əsərində üsyana başçılıq edənlər qələbədən sonra hansı tədbirə əl atırlar? Qələbədən sonra hansı tədbirə əl atırlar? Heç nə. Üsyan oldu, qurtardı. Yəni Yusif Sərrac da qaçdı. Sonra bunlar gedirlər Əş qalasına. Həmin oradakı o Əş qalasında hansı ki Yusif Sərrac tərəfindən zindana salmışlar. Onları xilas edirlər. Heç nə. Onların da hamısı yığılırlar bir yerdə, gedirlər Şah Abbasın harda gizlənmişsə ora. Onun təzədən fikirləşirlər ki, kimi gətirək hakimiyyətə. Düşünürlər ki, Əş ilə Şah Abbasdan yaxşısı yoxdur. Təzədən Şah Abbası gətirirlər taxtaca. Cavabımız o zaman hansı olar? Dediyim fikir hardadır? D variantında. Sonra 37. Aldanmış Kəvakib əsərlə bağlı səhv istəyir bizdən. Bax, burada səhv cavab D variantıdır. Niyə? Deyir ki, Mirzə Möhsün Maliyyə Naziri Sərdar Zamanxan, Hərbiyə Naziri Mirzə Yəhya povestin satirik sürətləridir. Baxın, Mirzə Möhsün Maliyyə Naziri Sərdar Zamanxan deyil, Maliyyə Naziri Mirzə Yəhyadır. Yəni Sərdar Zamanxan hərb naziridir. Yəni burada Mirzə Yəhya ilə Sərdar Zamanın yerini dəyişib verib. Bəli, satirik obrazlardır. Sadəcə adların yerini dəyişib veribdir. Yəni Maliyyə naziri Mirzə Yəhyadır, amma hərb naziri Sərdar Zamanxandır. Yerləri dəyişikdir. Amma ki belə təbii ki satirik obrazlardır. Cavabımız olur D variantı 37-də. 38-ə baxaq. Aldanmış Kəvakiblə bağlı bir dəfə də doğrunu istəyir. Baxaq, Şah Abbas vergiləri azaltmaqla xalqın güzəranını yaxşılaşdırır. Qətiyyən belə bir şey yoxdur. Vergiləri azaldan, digərləri də yəni yuxarı təbəqədə nümayəndələri vergi verəcək. Bu qərarları verən, bu islahatları belə deyəndə keçirilməsini əmr edən Yusif Sərrac idi, Şah Abbas yox. Azərbaycan dilində yazılmış ilk bədii nəsr nümunəsidir. Azərbaycan dilində yazılmış ilk bədii nəsr nümunəsi şikayətnamə əsəridir. Füzuliyə aid. Ona görə B variantda səhvdir. Sonra müəllif tarixi hadisəyə öz məqsədinə uyğun yaradıcı yanaşmış, ona əlavələr edərək dərin ictimai siyasi məzmuna malik əsər yaratmışdır. Düzdür. Dedik axı bu İskəndər bəy Münşinin Tarixi Aləmara Abbasi, dünyanı bəzəyən Abbasın tarixi əsərindən götürülübdür. Və müəyyən dəyişikliklər edir. Məsələn, orada Yusif Sərrac axırda edam olunur, çünki evindən şərab tapırlar. Amma burada belə deyil də. Yəni Axundov müəyyən dəyişikliklər eləyibdir. Demək ki, doğru cavabımız C variantıdır. D-də deyir ki, ədaletsiz üsul idarənin ictimai eybləri Yusif Şahın vəzirlərinin simasında ifşa edilmişdir. Yusif Şahın vəzirləri yox, Şah Abbasın yəni də. Ədalətsiz üsul idarənin ictimai eybləri ona hələ Yusif görür də hakimiyyətdə. O Şah Abbasın adamları idi. Onların simasında ifşa olunmuşdu. Şah Abbasın vətənin, ölkənin taleyi daha çox maraqlandırır. Əsla heç onun vezni əldə eləyirdi. Demək ki, bu da səhv cavabdır. 39. Aldanmış Kəvakib əsərlə bağlı bizdən doğrunu istəyir bu dəfə də. Deyir ki, məsləhətə toplaşan saray əyanları Mirzə Möhsün, Zamanxan, Mirzə Yəhya, Axund Səməd və s. təhlükənin aradan götürülməsi üçün müxtəlif təkliflər. Heç bir təklif irəli sürmədilər bununla bağlı.
Dedilər ki, bu məsələdə biz acizik, heç bir şey deyə bilmərik. Şah Abbasın ulduzların toqquşacağı xəbərini təmkinlə qarşılayır. Xeyr, bərk qorxmuşdu. Qiyam nəticəsində Yusif Şah və tərəfdarları məğlub olur. Şah Abbas yenidən taxta çıxır. Düzdür ki, bu finaldır. Belə olur əsərin sonunda. Mövlana Cəmaləddinin təklifinə əsasən Yusif Sərrac şah elan. Mövlana Cəmaləddinin təklifi deyil, Axundsəmədin təklifidir. Yusif Sərracın şah elan olunması təbii ki, ona görə buna səhvdir. Yusif Şah qızlarına və oğullarına hədiyyələr göndərir. Arvadının hüzura gətirilməsi barədə Əsəd bəyə göstəriş verir. Arvadının hüzura gətirilməsi barədə yox, oğlanlarının gətirilməsi ilə bağlı Əsəd bəyə göstəriş verir. Demək ki, doğrunu istəyirdi, cavab oldu C variantı 39-cu sualda. 40-cı sual, Aldamış Kəvakib povestinə aid deyil. Xacə Mübarəkin bəzi məlumatları Yusif Şaha çatdırması var. Saray xadimlərinin öz-özlərini ifşa etmələri, bəli, özləri öz nitqi ilə, Mirzə Möhsün olsun, Mirzə Yəhya olsun, Sərdar Zamanxan özlərini ifşa edirlər. Müəyyən sahələrdə islahatların keçirilməsi düzdür. Yusif Sərracın müəyyən sahələrlə bağlı islahatları var idi. Çöp atmaqla Yusif Sərracın taxtacı gətirilməsi bunda deyil. Çöp atmaqla Yusif Sərracın taxtacı gətirilməsi elə o İskəndər və Münşinin Tarix Ələmərə Abbas əsərindədir. Burada deyil. Yusuf Şahın üsyan yolu ilə hakimiyyətdən uzaqlaşdırılması doğrudur. Demək, 40-da cavabımız olacaqdır D variantı. 41. Aldamış Kəvakib əsərlə bağlı doğru fikirləri tapaq. Əsərdə başqa sürətlərdən fərqli olaraq Şah Abbas haqqında məlumat daha genişdir. Xeyr, yəni Yusif Sərracla bağlı məlumat daha genişdir. Şah Abbasla bağlı yox. Azərbaycan ədəbiyyatında povestinin ilk nümunəsi düzdür. Aldamış Kəvakib ədəbiyyatımızda ilk povestdir. Əsərdə tarixi əhvalat, müasir həyatla mifik təfəkkür, real hadisələrlə əlaqələndirilmişdir. Düzdür. Sonra deyir ki, dilinin qəlizliyinə görə özündən sonraki bədii nəsrə təsir edə bilməmişdir. Dili qəliz deyil, ikincisi təbii ki, özündən sonraki bədii nəsrə təsir etmişdir. Bu səhv fikirdir. Yusif Sərrac ali ruhani təhsil alsa da bu sahəyə meyil göstərməmişdir. 50 dəfə dedik bayaqdan, qəlblik görüb, saxtalıq görübdür ruhanilərdə. Ona görə də onların o iki üzünün fırıldasını görür və ruhani təhsil alsa da yüksək səviyyədə, yəni belə deyim də, ruhani olmur. Bu fikirdən daşınır. Doğru cavabımız oldu 2-3-5, yəni E variantı. 42-ci suala baxaq. Aldamış Kəvakib əsərində Yusif Sərrac şahlığa keçəndən sonra bir çox tədbirlər görür. Bunlardan biri tədbirlərə aid edilə bilməz. Yəni Yusuf Şahın belə deyilən bir islahatlar sırasında deyil. Burada D variantıdır. Bütün məmurları saraydan uzaqlaşdırır və zindana saldırır. Yox, hamısı yox ki, bütün məmurları saraydan uzaqlaşdırır deyə bir şey yoxdur. Kimləri idi zindana salınan, saraydan uzaqlaşdırılıb zindana salınan? Deməli, Axundsəməd, Mirzə Möhsün, Mirzə Yəhya, sonra Mövlana Cəmaləddin, Mirzə Sədrəddin, Münəccimbaşı. Bunlar, yəni bunlar idi. Yəni bütün məmurlar yox təbii ki. O zaman cavabımız olar D variantı. Sonra Münəccimliyi ləğv elədi, düzdür. A variantda deyir, xiyabanların sərgiyə salınması haqqında göstəriş verir. Bəli, oxusaz diqqətlə islahatların içərisində, yəni o verdiyi o xeyirxah tapşırıqların içərisində bunlar A da var, B də var, C də var. Bu hamısı düzdür. 43. Aldamış Kəvakib əsərinin Azərbaycan ədəbiyyatı tarixində mövqeyi və əsas tənqid hədəfi. Mövqeyi budur ki, povestin əsası qoyulur ədəbiyyatımızda. Və eləcə də, belə deyim də, yeni realist bədii nəslin əsası qoyulubdur və nə tənqid olunur? Təbii ki, şahlıq rejimi, şahlıq quruluşu tənqid olunur. O zaman dediyimiz fikir harada öz əksini tapıb? C variantında. 44. Aldamış Kəvakib, bir dəqiqə, 44-cü səhifəyə keçək, sonra davam edək. Davam edək. 44-cü suala keçid almamışdan öncə, indi mən düz səhifəni çevirdim. Siz topluda baxa bilərsiniz 43-də. Dedik də orada cavab C-dir. Gəlin görək niyə A deyil, B deyil, D deyil, E deyil. Adı deyir ki, yaradıcılığında mühüm yer tutur. Aydın məsələdir. Hə, yaradıcılığında mühüm. Amma deyir hekayədir. Hekayə deyil axı povestdir. B-də deyir ki, ana dildə yazılmış ilk nəsr nümunəsidir. Dedik axı, ana dildə yazılmış ilk nəsr nümunəsi bu deyil ki, bundan qabaq Füzuli yazıb ana dildə ilk nəsr nümunəsini şikayətnamə ilə. Məsələn, niyə D deyil? Deyir ki, traktatdır. Traktat elmi əsərdir. Yəni bu elmi əsər deyil. Ona görə də bu da səhvdir. Sonra E-də deyir ki, epopeyadır. Epopeya romanın növüdür. Bütün bir xalqdan danışır da orada. Yəni epopeya həcmdə çox böyük olur. Bu povestdir. Bu epopeya deyil. Ona görə orada E variantı da ola bilməz.
Getdik nəysə 44-cü suala. Aldabı Kavakib əsərində Yusif Sərrac sürətlə bağlı doğruları istəyir. Deyir, feodal hakimlərinin əksinə olaraq yaradılmış bir obrazdır, düzdür. Sonra üzr sayın. Hadisələrin gərginliyini görür və hakimiyyəti öz əli ilə xeyr. O üsyan olur, o qaçır, məcbur olub gizlənir. Belə deyək, çünki o ki artıq bacarmırlar. Özü təhvil vermir. Üçdə deyir, hökmdar taxtında əyləşdirilməsinin səbəbi Mövlana Cəmaləddin yox, xarici mübarizədən öyrənir, Mövlana Cəmaləddin ideyalarına mütərəqqi ideyalarına uyğun yaradılmış islahatçı obrazdır, düzdür. Taxta çıxan kimi Mirzə Möhsünə aid olan vəzifəni tamamilə ləğv edir, yox, Mirzə Sədrəddinə aid vəzifəni ləğv edir, münəccimliyi ləğv edir. Deməli 44-də doğru cavabımız oldu 1, 4. 1, bir də 4. 45-ə baxaq. Aldanmış Kavakib əsərində Yusif Sərrazla bağlı bizdən səhv istəyir. Deyir, dini təhsilini İsfahan və Kərbaladan sonra davam etdirmək üçün Qəzvinə qayıdır. Yox, demək, Qəzvinə Həmədana ki, Qəzvinə qayıdır. Qəzvinə niyə qayıdır? Sərazlığı öyrənir. Qəzvin də paytaxt olduğu üçün bilir ki, orada yaxşı pul qazanır. Ona görə Qəzvinə qayıdır. Yoxsa ki, belə dini təhsilinə bağlı deyil. Feodal hakimlərinin əksinə olaraq islahatçı obrazı düzdür. Daxil olduğu ruhani zümrəsində özünü Mollabaşı Axundsəmədin daha bilikli hesab edir. Xeyr. Heç ümumiyyətlə o zümrəyə daxil olmadı, onlara nifrət eləyirdi. Yusif Sərrac ona görə taxtacı sahib seçirlər ki, ulduzlardan gələcək xəta ondan ötüşsün. Əksinə istəyirlər ki, onun başında çatlasın. Taxta çıxan kimi Mirzə Sədrəddinə aid olan vəzifəni ləğv etdi. Bəli, bu münəccimliyi idi. Münəccimliyi ləğv elədi ki, bu da Mirzə Sədrəddinə aid idi. Düzdür. Cavabımız olur 1, 3, 4. Çünki bizdən səhvlər istəyirdi. 1, 3, 4. Neçə sual? 45. Demək, 46-cı sualda Aldanmış Kavakib əsərlə bağlı doğru fikirlər tap. Fırıldaqçılıq və avamlığın təqidinə xüsusi yer verilmişdir. Xeyr, bunda deyil. Məsələn, hekayətim ola biləm xəyaldə deyək ki, bu fırıldaqçılıq, avamlıq bu əsərdə yox. Müəllif ölkənin mədəni tərəqqisi barədə niyyətini maarifçilik mövqeyindən əks etdirmişdir. Bəli. Sonra hakimiyyətə gətirilən şahlar xarakter və davranışlarına görə oxşardılar. Hardan oxşardılar? Şah Abbasla Yusif Sərracı tərəzinin gözünə qoymaq olarmı? Sonra, yəni onlar iş görə müqayisə eləmək olarmı bu mənada? Şahlıq rejimi kəskin təqid olunur, düzdür. Saray əyanlarının satirik obrazlar yaradıb, düzdür. Mirzə Möhsün olsun, Mirzə Yahya olsun, nə bilim, onlar hamısı Sərdar Zamanxan olsun, Axundsəməd olsun, hamısı satirik obrazlardılar. 46-da cavab olur 2, 4, 5. 2, 4, 5. Sualların nömrəsi düşməyibdir. PDF-də. 47. Aldanmış Kavakib əsərində Şah Abbasın hakimiyyət illərini səciyyələndirən fikirləri müəyyən edir. Kənd əhalisinin əmlak mədaxildən 20-də 1 hissəsi vergi verir. Bu Yusif Sərrazın islahatlarıdır. Şah Abbasın hakimiyyət dövründə deyil. Məhkəmə işlərin ruhanilərində idi, bəli. Amma Yusif gələndən sonra ruhanilərin əlindən alır, mənsəb sahiblərinə verir məhkəmə işlərini. Sonra vilayət hakimləri istədikləri zaman əhalinin cərimə kəsir, insanlara zülm edirlər. Bəli, bu Şah Abbasın vaxtındaydı. Vilayətdə hər keyfi istəyən özünü ruhani sifrə daxil edirdi, düz deyir. Bu da Şah Abbasın vaxtındaydı. Şəhərdə tacirlər, şahzadələr, ruhanilər, seyidlər əmlakının mədaxildən 10-da 1 hissəsini xəzinəyə verirlər. Bu Yusuf Sərracın vaxtındaydı. Şah Abbasın hakimiyyət dövründə olanlar oldu 2, 3, 4. Deməli 47-də 2, bax bu, 2 budur. Sonra 3, 3. Bir də 4. 4. Bəli, bax bunlar idi. 48-ci suala baxaq. Azalmışıq, artıq bitiririk. Aldanmış Kavakib əsərində Aldanmış Kavakib və hekayət Misir Jordan Həkim İnamada Dərviş Məsləhət Şah Cadugil məşhur hər nəsə əsərlərlə bağlı ortaq olmayanı tapaq. Maarifçi ideyalar əks olunub hər ikisində. Bax, məsələn, deyək ki, Şahbaz bir təhsil aldı, təhsilini davam etdirmək istəyirdi, gedib qərb mədəniyyətinə tanış olmaq istəyirdi, dil öyrənmək istəyirdi, bu da maarifçilikdir. Bu birisində də var. Misal üçün, Yusif Sərrac məktəblər tikdirdi falan filan, hamısı maarifçilikdir. İkisində də var. Zorakılıq tənqid edilir, zorakılıq yoxdur. Misir Jordanda zorakılıq yoxdur. Amma Aldanmış Kavakibdə insanları nələrsə məcbur edirlər. Satirik obrazlar yaradılmışdır. Hər ikisində də var. Satirik obrazlar. Məsələn, Məsləhət Şah satirik obrazdır Misir Jordanda. Bu tərəfdə də ki, bu saray xadimləri.
Özünü ifşa üsulundan istifadə olunmuşdur. Məsləhət Şah da özünü o Qulaməli ilə danışanda fars dilindəki danışır, öz nitqi ilə öz-özünü ifşa eləyir. Bu birisilər də, saray xadimləri də. İslahatçı fikirlər rəis sürülübdür. Aldanmış Kəvakibdə, Müsyo Jordanda belə bir şeylər yoxdur. Obrazların xarakterini açan maraqlı dialoqlar var hər ikisində. Dramatik əsərdə təbii ki, dialoqlar olacaqdır. Bu hər ikisi üçün ortaqdır. Ortaq olmayan 2 ilə deməli 5-dir. Çünki zorakılıqdır, islahatçıdır. Bu Aldanmış Kəvakib əsərinə aiddir. Hekayət Müsyo Jordanda belə şeylər yoxdur. Cavab olur 2, bir də 5. Sonra 49-a baxaq. Aldanmış Kəvakib əsərində surətlər və onların əməlləri baxımından hansı məndə uyğunluq pozulubdur? Baxaq. Xacə Mübarək Yusif Sərracın şahlığa gətirilməsi haqqında əsl həqiqəti ona söyləməsi. Demək, bizdən səhv istəyir. Bu doğrudur. Mirzə Yahya vəzifəli şəxsləri bəxşiş alaraq paşa, o Mirzə Yahya deyil, o Mirzə Möhsündür. O bəxşiş gətirin, o gələndə o ayağının altına nə bilim bahalı parça sərin, onu Mirzə Möhsün deyirdi. Sərdar Zaman xan Münəccimbaşı edamdan qorunmağa cəhd etdi. Bəli, saqqalın ağ tükünə and içdi ki, bəs hörmətinə, daha doğrusu ki, hə, onu öldürməyin. Bu düzdür. Axund Səməd Miraxur və xəzinədarı Yusif Şah əleyhinə qiyama təhrik edir. Axund Səməd nə gəzir, dönüb getmişdi onda. O qiyama hazırlaşanda cəmaət o artıq ölmüşdü əşqalasında. Yusif Sərrac bütün dini vergiləri ləğv etdi. Xeyr, bütün dini vergiləri ləğv etmədi. Xums və müəmmalı vergisini ləğv etdi. Ona görə də burada səhvimiz olur 2, 4, 5. 2, 4, 5. 50-ci suala baxırıq. Deyir ki, Aldanmış Kəvakib əsərində surətlər və onların əməlləri baxımından hansı mətnə uyğunluq pozulmayıb? Bu arada, əgər videonu bəyənsəz, kanalıma abunə olmağı, like etməyi, gözəl şərhlər yazmağı əsirgəməyin. Hansı testin izahını istəsəz, hansı mövzunun izahını istəsəz, xahiş edirəm, rəylərdə yazın. Mən də ona uyğun videolar çəkib hazırlayayım sizlər üçün. Və bu arada Telegram kanalımıza da qoşula bilərsiniz. Orada bir-birinə maraqlı testlər var. O testlərdən də yararlana bilərsiniz, işləyə bilərsiniz. Azərbaycan dili Elnurə Mahmudova. Sonra harada qalmışdıq? 50-ci sualda qalmışdıq. Deyir ki, Aldanmış Kəvakib əsərində surətlər və onların əməlləri baxımından hansı bəhdə uyğunluq pozulmuyor? Baxaq görək. Deyir ki, Axund Səməd Münəccimbaşı vəzifəsinin ləğv edilməsinin məsləhət bilməsi belə bir şey yoxdur. Xacə Mübarək Yusif Sərracın şahlığa gətirilməsi haqqında əsl həqiqəti söylür. Bəli, Yusif Sərracın məlumatları Xacə Mübarək dedi. Mirzə Yahya dövlət məmurları və hərbçilərin maaşını aylarla gecikdirirdi. Düzdür, əlatdan xəbər göndərir ki, mənim icazəm olmadan maaş verməyin. Niyə gecikdirirdi? Dövlət xəzinəsini doldurmaqdan ötürü. Yusif Sərrac sərdarlığı Mirzə Cəlilə tapşırdı. Mirzə Cəlilə yox. Mirzə Cəlil vəzir idi. Vəzirliyi tapşırmışdı Mirzə Cəlilə. Sərdarlığı tapşırdı Qurban bəyə. Sərdar Zaman xan Münəccimbaşını edamdan qurtardı. Doğru fikirdir. Demək, doğrular hardadır? Doğrular 2, 3, 5-dədir. 4 niyə olmadı? Çünki o Mirzə Cəlilə yox, Qurban bəyə tapşırmışdı. Sonra 51-ə baxaq. Aldanmış Kəvakib povestində hadisələrin zamanı ilə bağlı səhvi tapaq. Əsərdəki hadisələr Şah Abbas hakimiyyətinin 7-ci ilinə aiddir. Bəli. Sonra Yusif Şah taxta çıxan günü onun xeyirxahlığı və ədaləti hamıya bəlli olur. Demək, yox, hardan bəlli olur? Yəni, heç bir başa düşdülər ki, onun gördüyü bu xeyirxah işləri, heç bir dərk edə bildilər ki, bir qəbul edə bildilər ki, Mirzə Sədrəddin ulduzların bir-birinə yaxınlaşmasının Novruzdan 15 gün keçəndə baş verəcəyini bildirdi, düzdür. Axund Səməd Yusif Sərraca qarşı qiyam başlayandan sonra ölür. Xeyr, qiyamdan əvvəl ölür. Yusif Sərrac taxta çıxandan 3 gün sonra Yusifin evində şərab tapılır və onu bir dinsiz kimi edam edirlər. Bu, İskəndər və Münşinin Tarix Aləmara Abbas əsərindədir. Bu əsərdə yox, Axundovda belə bir şey yoxdur. Demək ki, 2, 4, 5 səhv cavablarımızdır. Və son olaraq nə qaldı burada? Cəmi 56 sual da az qalıb. Daxilin səhifəndə izah eləyək və salam. 52-ci sualda deyir ki, Yusif Sərrac əsl həqiqəti Xacə Mübarəkdən öyrənəndən sonra Xacə Mübarəki satqın adlandırır? Yox. Əlatsız qalıb səltənət işlərini idarə, bəli, daha önce görür ki, başqa çarəsi yoxdur, başlayır hakimiyyəti idarə etməyə. Xacə Mübarəklə qızları və arvadı üçün hədiyyələr göndərir. Xacə Mübarəyə çağırır, onun vasitəsilə hədiyyələr göndərir. Bu düzdür. Ulduzlardan bərk qorxu yox, o elə bir şey fikirləşmirdi, heç o inanmırdı belə bir şeylərə, münəccimliyi də ləğv elədi, qorxmurdu.
Dövlət idarə etməkdə ona mane ola biləcək adamları əhv qalsına saldırır. Bəli, deyək ki, Sərdar Zamanxan olsun, sonra Axund Səməd olsun, Mirzə Möhsün olsun, Mirzə Yəhya olsun, Mövlana Cəmaləddin, Mirzə Sədi, bunların hamısını əşq qalasına saldırır, düzdür. Təcili olaraq Şah Abbasın harada gizləndiyini müəyyənləşdirmək əmrini verir. Yox, belə bir şey olmur. O zaman doğru cavabımız olur 2, 3, 5. 2, 3, 5. 53-cü suala baxaq. Aldırmış Kəvakib əsərinin məzmunla bağlı ardıcılığı tap. Artıq burada hadisələrin ardıcılığıdır. Yəni, oxusaq, əgər bu 4 variantdakı cümlələri oxusaq, ardıcılığı düzəsi olsaq, 3, 4, 1, 2 alınır. Bu ardıcılıq elə bir şeydir ki, valla mən şagirdlərə deyirəm, mən həmişə testləri izah eləyəndə uşaqlar misal üçün deyirlər ki, misal üçün deyirəm səhvlərinizi deyin, 3, 4, 1, 2. Ta ki deyir ki, müəllim 53. Baxırıq ki, ardıcılıqdır. Ardıcılığın nəyini izah edeyim sənə? Əsəri oxumusansa, nədən sonra hansı hadisə baş verməlidir izləyə biləcəksən. Oxumamısansa, mən burada bu dəqiqə özümü öldürüm ki, bəs bilirsiniz, birinci bu verilənlər Yusif Sərrac şahlığa nişan verildi. Ondan sonra Şah Abbas tacı başından götürdü, fərqli bir kişi adlandırdı. Sonra Yusif Şah tərəfdarlarının məğlub olması, onlar məğlub oldular. Ondan sonra da üsyan başları ərk qalasına getdilər. Oxumamısansa mən deyim ki, birinci bu baş verdi, sonra bu baş verdi, sonra bu, sonra bu. Ardıcılıq elə bir şeydir ki, düşünürəm ki, burada izaha ehtiyac yoxdur. Burada ancaq özünə güvənə bilərsən, öyrənməlisən, oxumalısan. O qədər diqqətlə oxumalısan ki, hadisələrin ardıcılığını düzə biləsən. Eləcə də hadisələrin ardıcılığını istəyir 54-cü sualda. Orada da yenə eynən 3, 1, 4, 2. Mən hesab edirəm ki, ardıcılıqla bağlı, yəni nə deyim, doğrunu tap, yanlışı tap deyim ki, deyim ki, bu buna görə səhvdir, bu buna görə doğrudur. Əsəri oxumusansa, ardıcılığı biləcəksən. İndi mən burada deyim ki, bəs birinci Münəccimbaşı Mirzə Sədrəddin Şahın məclisə çağırdı. Ondan sonra Münəccimbaşı Mirzə Sədrəddin 1 saat möhlət istədi. Ondan sonra bu oldu, ondan sonra o oldu. Düşünürəm ki, mənasız deyib belə sualların izahını vermək. Çünki ardıcılıqdır, özünü tapmalısan ardıcılığı. 55-ə baxaq. Aldırmış Kəvakib povestinə bağlı uyğunluğu müəyyən edin. Deyir ki, bax, Mollabaşı Axund Səməd, Münəccimbaşı Mirzə Sədrəddin Xacib uyğunlaşdırmalıyıq da, bir baxaq görək. Deyir, Şah Abbasa baş verəcək fəlakət barədə xəbər gətirir. Bunu kim eləyir? Bunu Mirzə Sədrəddin eləyir. Deməli, A gedir hansına? Mirzə Sədrəddinə. 2-dədir Mirzə Sədrəddin. 2-yə olacaqdır A. Ondan sonra deyir ki, sarayda baş verən hadisələr Yusif Sərrac, bunu da danışır, Xacə Mübarək 3-dədir. Onda 3-ə gedər hansı? B. Çünki baş verənləri Xacə Mübarək danışdı da Yusif Sərraca. Zindanda eşitdiyi xəbərdən qüssələnərək ölür. Axund Səməd biləndə ki, onun yerinə Molla Ramazan gəlib qüssədən ölür. Axund Səməd də hardadır? 1-də. O zaman 1-ə hansı uyğun gələcək? 1-ə də uyğun gələcəkdir C. Sonra deyir ki, Şah Abbasa baş verəcək bəlaya qarşı necə tədbir tökməyi izah edir. Mövlana Cəmaləddin tədbir tökür. Mövlana Cəmaləddin də yoxdur burada. 1-2-3 rəqəmində verilməyibdir. Zilci Uluqbəyi nəzərdən keçirmək üçün 1 saatlıq möhlət istəyən Mirzə Sədrəddindir. Mirzə Sədrəddin yalanına deyir, mənə 1 saatlıq vaxt verir, mən gedim oxuyum, təzədən baxım. Yalanla elə belə yola verirdi, daşmışdı, nə bilirdi ki, nə də izah eləyərdi. Bilmirdi ki, özünü ölümdən necə xilas eləsin. Bu da Mirzə Sədrəddin idi. Mirzə Sədrəddin də hardadır? 2 rəqəmində. O zaman 1-ə C, 2-yə A-yı, 3-ə B. 56-cı suala baxaq. Bu da ardıcıllıqdır. Yəni biz müəyyən eləməliyik ki, Şah Abbas hakimiyyətdən əl çəkdi. Sonra deyir, Yusif Şahın ailə üzvlərinə hədiyyələr göndərdi Yusif Şah. Bunun arasında verilənlərdən hansı baş veribdir? Hansı baş veribdir? Bunun arasında baş veribdir bu iş ki, Fərraşbaşı Əsəd bəy bir sıra saray əyanları zindana salmasını əmr edir. Yusif Sərrac elə bir ki, gəlir, Xacə Mübarək ona danışır. Deyir ki, bəs belə-belə, vəziyyət budur. O bilir də, Xacə Mübarəkdən öyrənir ki, niyə görə bunu ora gətiriblər. Ondan sonra bu adam da rastsiz qalır. Deyir, fikirləşir ki, işte da rast ki, məni gətiriblər, mən məcburam ki, hakimiyyəti idarə eləyəm. Ondan sonra deməli, Yusif Sərrac neyniyir? Çağırır Fərraşbaşı Əsəd bəyi və ona tapşırır ki, bu saat deyir 12 Fərraşı deyir özündən götür. Get deyir Mollabaşı Axund Səmədi, Sərdar Zamanxanı, Vəzir Mirzə Möhsünü, Müstəfi Mirzə Yəhyanı, ondan sonra Mirzə Sədrəddini, Mövlana Cəmaləddini tutun deyir, onları aparın deyir, Əşq qalasında zindana salın deyir. Heç nə. Yəni bu baş verir.
O zaman bura A uyğun gəlir. Sonra Yusif Şah ailə üzvlərinə hədiyyələr göndərdi. Əcəb. Üsyan başları səhər tezən ərk qalsına getdilər. Bəs bunun arasında nə baş veribdi? Bununla da bunun arasında nə baş verir bundan sonra bu verilənlər içərisində? Nə qaldı? B, C, D, E qalıb elə. Bax bu C var ya, Sərdar Zamanxan Şah Abbasdan Münəccimbaşının ölümünə keçmə. Bu lap əvvəllərdə idi. Bu olanlardan çox əvvəllərdə idi. E var ya, üsyancıların Şah Abbasın gizləndiyi yerdən çıxarması, Şah saraya aparması. O da lap finaldaydı, lap sondaydı. Yəni bu verilmiş cümlələrdən çox sonra baş veribdi. Hadisələrdən daha doğrusu. Ona görə də qaldı nə? Rast ki C lap əvvəldədir, E də ki lap sondadır. A-nı da uyğunlaşdırdıq. Nə qaldı? Qaldı D variantı. Oy, daha doğrusu yox, D yox. Deyir Yusifin sərrazlıq sənəti öyrənməsi. Bu da əvvəllərdə idi. Yusifin sərrazlıq sənəti öyrənməsi bu olanlardan çox əvvəldə idi. Qaldı C variantı. Bəli. Demək ki, Yusif Şah ailə üzvlərinə hədiyyə göndərdi. Üsyan başları səhər tezə gedib ərk qalsına. Bununla bunun arasında nə baş verdi? Bununla bunun arasında baş verdi ki, hər bir vilayətə baxıcılar təyin olundu. Yəni islahatları həyata keçirdi. Çünki ailə üzvlərinə hədiyyələr göndərəndən sonra artıq bu başlayır islahatlar aparmağa. Demək ki, o baş veribdi. B uyğun gəlir. İkinciyə nə uyğun gəldi? B uyğun gəldi. C niyə uyğun gəlmədi? Lap əvvəllər baş verib. E niyə uyğun gəlmədi? Lap sonralar baş veribdi. Uyğun gəlmədi. Cavabımız oldu 1A, 2-yə B. Və salam, bitdi. Bu qədər. Belə, dediyim kimi, istər Azərbaycan dili, istər ədəbiyyatla bağlı olsun, hansı mövzunun, hansı testin izahını istəyirsinizsə, rəylərdə yazın. Biz də ona uyğun sizə izahlar verək, könlünüzü şad edək. Sağ olun, sağlıqla qalın.